Texnologiyanın kənd təsərrüfatı ilə qovuşduğu, əkin sahələrinin dronlarla izləndiyi və robotların məhsul gətirmək üçün yorulmadan çalışdığı bir dünya təsəvvür edin. Düzdür, biz süni intellektin və kənd təsərrüfatının təməlqoyucu birləşməsindən danışırıq. 2050-ci ilə qədər dünya əhalisinin 9,7 milyard nəfərə çatacağının proqnozlaşdırıldığını bilirdinizmi? Bütün bu insanları qidalandırmaq olduqca çətin olacaq. Lakin qorxmayın, çünki süni intellekt sadə həllimiz ola bilər. Süni intellekt maşınların arxasında duran beyinlər kimidir. O daha çox məlumat əldə etdikcə işçi qüvvəsindən daha az asılı olmaqla daha güclü və məğlub edilməz oldu. Süni intellekt artıq digər sənayelərdə dalğalar yaratsa da indi kənd təsərrüfatı sahəsini dəyişdirməyə diqqət yetirir. Hamımız bilirik ki, daha az üzvü artımla istehsal çatışmazlığı və daha çox hibrid istehsal, qida çatışmazlığı, daşqınlar, iklim dəyişikliyi və s. mövcuddur. Su qıtlığı, əsasən quraqlıqlar və işçi qüvvəsi çatışmazlığı qlobal kənd təsərrüfatı sistemlərini böyük təhlükə və təzyiq altında qoyur. Əslində, dünya ərzaq istehsalının təxminən 1/3 təkcə zərərvericilər və xəstəliklər səbəbindən itirilir. Bu, innovativ həllər tələb edən ciddi problemdir. Təsəvvür edin ki, pilotsuz təyyarələr nəinki heyrətamiz görüntülər çəkir, həm də məhsulun sağlamlığı ilə bağlı mühüm məlumatlar toplayırlar. Bu yüksək uçan köməkçilər adi gözlə görünməyən zərərvericiləri və qida çatışmazlığını aşkar edə bilirlər. Daha sağlam bitkilərə və daha yüksək məhsuldarlığa səbəb olan itki baş verməzdən əvvəl onu aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərə kömək edən cihazlar. Kiçik ərazilər, maşın öyrənmə alqoritmləri üçün bu mümkün olmayacaq. Bu, fermerlərə böyük həcmli məlumatları tez və dəqiq təhlil etməyə imkan verəcək. Bu məlumatları emal etməklə süni intellekt sistemləri müxtəlif əkinçilik fəaliyyətlərini optimallaşdırmağa kömək edən həllər təqdim edəcək. O, fermerlərə real vaxt məlumatlarına əsaslanaraq öz fəaliyyətlərini sahələrinin xüsusi sahələrinə uyğunlaşdırmağa imkan verəcək. GPS və sensorlardan istifadə edərək süni intellekt lazımsız miqdarda gübrə və pestisidləri yalnız zəruri olan yerdə tətbiq edəcək, artıq istifadəni minimuma endirəcək və ətraf mühitə təsiri də azaldacaq. Ənənəvi suvarma sistemləri çox vaxt bitkilərin suvarılması üçün sabit qrafiklərə və ya əl ilə düzəlişlərə əsaslanır. Bu, həddindən artıq suvarma ilə nəticələnə bilər ki, bu da suyu israf edir. Torpaq eroziyasına səbəb olur və bitki sağlamlığına zərər verə bilər. Süni intellekt analizinə əsaslanaraq, ağıllı suvarma sistemi bitkilərin və ətraf mühitin təcili ehtiyaclarına uyğun olaraq suyun çatdırılmasını tənzimləyir. Yağış proqnozlaşdırılarsa, sistem həddindən artıq suvarmanın qarşısını almaq üçün suvarmanı gecikdirə və ya azalda bilər. Ancaq torpağın nəm səviyyəsi aşağı olarsa, sistem adekvat nəmləndirməni təmin etmək üçün suvarmağı artıra bilər. Ənənəvi suvarma üsulları enerji tələb edə bilər. Süni intellektlə idarə olunan sistemlər suyun vurulması və paylanması üçün tələb olunan enerjini azaldaraq su istifadəsini optimallaşdırır. Süni intellekt təkcə səmərəliyi artırmaqdan ibarət deyil, o həm də davamlılığı qoruyur. Resursların dəqiq idarə edilməsi ilə fermerlər ətraf mühitə zərərli təsirləri azaldaraq gübrə istifadəsini 30%-ə qədər azaldacaqlar. Bu resurslardan ətraf mühiti qorumaq və gələcək nəsillərin rifahını təmin edən şəkildə istifadə etmək deməkdir. Ətraf mühitə mənfi təsirləri minimuma endirməklə yanaşı, qida istehsalının yollarını tapmaqdan ibarətdir. Gübrələr torpağın məhsuldarlığını artırmaq və məhsulun böyüməsini təşviq etmək üçün istifadə olunur. Lakin həddindən artıq istifadə suyun çirklənməsi, torpağın degradasiyası və istixana qazlarının emissiyası kimi ekoloji problemlərə səbəb ola bilər. Süni intellekt torpaq şəraiti, hava şəraiti və məhsulun böyüməsi haqqında məlumat toplamaqla bu problemin həllinə kömək edəcək. Bu, torpaq şəraitini təhlil edərək, fermerlərə daha dəqiq qərar verməyə kömək edəcək. Süni intellekt sistemləri torpaq şəraitini təhlil edərək, onun qida səviyyəsi və böyümə mərhələləri haqqında optimal məlumatları tövsiyə edə bilər. Bu, həm də suyun çirklənməsi probleminin qarşısını alacaq. Bu yanaşma, torpağın sağlamlığını qorumaqla uzun müddətli kənd təsərrüfatının canlılığını dəstəkləyəcək. Süni intellekt məhsulların ən yaxşı seçiminə kömək edəcək və hətta fermerlərin ehtiyacları üçün ən uyğun olan hibrid toxum seçimlərinin seçimini təkmilləşdirəcək. Toxumların müxtəlif hava şəraitinə, müxtəlif torpaq növlərinə necə reaksiya verdiyini anlamaqla həyata keçiriləcək.
Bu məlumatların toplanması ilə bitki xəstəlikləri azalacaq. Fermerlər bazar tendensiyaları, illik nəticələr və istehlakçı ehtiyaclarına cavab verə biləcəklər. Beləliklə fermerlər məhsuldan maksimum gəlir əldə edə biləcəklər. Bu optimal məhsuldarlığa nail olmaqla yanaşı, gübrə xərclərinə qənaət edə bilər. Süni intellektlə idarə olunan istixanalar temperatur, rütubət və işıq şəraitini optimallaşdıracaq. Bundan əlavə, proqnozlaşdırıcı analitika məhsuldarlıq proqnozlarında inqilab edəcək. Fermerlərə məhsullarını daha effektiv planlaşdırmağa kömək edəcək. Kənd təsərrüfatı xüsusilə əkin və məhsul yığımı kimi pik mövsümlərdə tez-tez işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. Avtomatlaşdırılmış əkinlər, kombaynlar və çeşidləmə sistemləri kimi süni intellektlə işləyən maşınlar xeyli əl əməyi tələb edən işləri yerinə yetirə bilər. O, yorğunluq olmadan fasiləsiz işləyə bilər. Bu da onları gecə-gündüz izləmə tələb edən tapşırıqlar üçün yaxşılığınlaşdırır. Daim insan müdaxiləsinə ehtiyacı azaldaraq məhsulun sağlamlığını yaxşılaşdıra bilər. Bu həm də məlumatların əl ilə toplanması ehtiyacını minimuma endirməyə kömək edəcək və fermerlərə real vaxt anlayışları əsasında məlumatlı seçimlər etməyə imkan verəcək. Bəzi təsərrüfat işləri, kimyəvi maddələr, zərərvericilər və ya ağır maşınlarla işləmək kimi insan sağlamlığı üçün təhlükəlidir. Süni intellektlə idarə olunan dron və robotlar insanları potensial risklərə məruz qoymadan bu vəzifələri yerinə yetirə, fermalarda təhlükəsizliyi artıra bilər. Rutin tapşırıqların avtomatlaşdırılması ilə ixtisaslı işçilər qərarların qəbulu, problemlərin həlli və xüsusi bilik tələb edən daha strateji fəaliyyətlərə diqqət yetirə bilərlər. Bu, işçilərin təcrübəsinin maksimum dərəcədə artırılmasını təmin edir və daha effektiv təsərrüfat idarəçiliyinə gətirib çıxarır. Bu, nəinki işçi qüvvəsi çatışmazlığının təsirini azaldır, həm də gələcəkdə zamana həssas olan tapşırıqların səmərəli şəkildə yerinə yetirilməsini təmin edir. Dünyanın üzləşdiyi yeni problem gənclərin bu sahəyə və ya kənd təsərrüfatına marağının azalmasıdır. Onları asan iş və biznes, evdən işləmə modelləri və s. daha çox cəlb edir. BMT bildirir ki, 2050-ci ilə qədər dünya əhalisinin 2/3 şəhərlərdə yaşayacaq. Süni intellekt texnologiyaları işin fiziki tələblərini azaltmaqla və müasir texnologiyaları tətbiq etməklə əkinçiliyi daha cəlbedici edir. Süni intellekt həlləri fermerlərə daha az xərclə daha çox məhsul istehsal etməyə və hətta məhsulun keyfiyyətini yaxşılaşdırmağa imkan verib, həmçinin məhsuldar növlər üçün bazara daha sürətli çıxışı təmin edib. Süni intellektli iqlimə davamlı sistemlər, potensial iqlim təsirlərini və zəiflikləri proaktiv şəkildə qiymətləndirə bilər. Potensial təhlükələri dərk etməklə icmalar və təşkilatlar öz səylərini prioritetləşdirə və resursları səmərəli şəkildə bölüşdürə bilərlər. Süni intellekt bizim böyümək və qida istehsal etməyimizi dəyişdirir. Amma burada böyük sual var. Biz bu texnologiyaları qəbul etməyə hazırıqmı? Süni intellektin bizim süfrəmizə gətirdiyi imkanlar sizi həyəcanlandırırmı? Bizimlə fikirlərinizi bölüşün. Və daha ağıllı, daha etibarlı kənd təsərrüfatı mənzərəsinə doğru bu maraqlı macəraya başlayarkən bizə qoşulun. Texnologiyanın ənənəvi sənayelərlə kəsişməsinə dair daha çox maarifləndirici məzmunu bəyənməyi və bizə abunə olmağı unutmayın.